Uşaqlar, deməli, bugün keçirik Millətin Təşəkkülü Xalq Hərəkatını, bir də Cənubi Azərbaycan 19-cu əsrdə. Millətin Təşəkkülü Xalq Hərəkatı 19-cu əsrin ikinci yarısında ümumiyyətlə bilirik ki, Azərbaycan əraziləri iki hissəyə bölünmüş vəziyyətdə idi. Şimalı Rusiyanın, Çar Rusiyasının, cənubu isə İran Qacarlar dövlətinin tərkibində idi. Və biz islahatları da keçdik ki, Çar Rusiyası Şimali Azərbaycanda müstəmləkə rejimi qurmaq üçün, xalqın təbii sərvətlərini mənimsəmək üçün müxtəlif üsullar yoxlayırdı. İlk əvvəl komendant idarə üsulu, hansı ki o əlverişli üsul deyildi. Ondan sonra 1840-cı il islahatları, daha sonra kapitalist islahatlar 1870-ci illərdə və bu islahatların hər birinin ancaq bir məqsədi var idi ki, Azərbaycanın faydalı qazıntılarından maksimum yararlanmaq. Və biz dedik ki, ümumiyyətlə xalqımıza qarşı adicə məhkəmələrdən götürsək, məhkəmələr rus dilində aparılırdı, ümumiyyətlə bütün sənədləşmə rus dilində aparılırdı. Xalqı heç kimi sayırdılar, yəni heç kim xalqı belə, xalqın aid müsbət nəyəsə işlər görmək istəmirdi Çar Rusiyası. Və digər tərəfdən də, məsələn, o dövrdə sənədlərdə Azərbaycanlı ifadəsi getmirdi və ya Azərbaycan Türkiyə ifadəsi getmirdi. Bizə ya müsəlman, ya da tatar adlandırırdı. Uzun illər ruslar bizi tatar adlandırır. Yəni Türkiyə ya da Azərbaycanlı kimi yox. Bu dövr, ümumiyyətlə 19-cu əsr çox xalqlarda, çox ərazilərdə, ölkələrdə millətin formalaşdığı o dövrdə. Millət anlayışının özü nədir? Birinci ona baxaq. Bir millətin var olması üçün onun, bu çox önəmlidir, dili olmalıdır, ərazisi olmalıdır, mədəniyyət birliyi olmalıdır, vahid iqtisadi əlaqələri olmalıdır, ziyalı təbəqəsi olmalıdır. Yəni, əgər bir toplum özünə millət deyirsə, o millətin özünə millət deyə bilməsi üçün bu faktorlar eyni dildə danışmalıdırlar, eyni ərazidə yaşamalıdırlar, eyni mədəniyyətlərə sahib olmalıdırlar, eyni vahid iqtisadi əlaqələr. Nə demək? Yəni, eyni puldan istifadə edirlər, eyni çəki ölçüdən istifadə edirlər və ziyalı təbəqəsi var. Biz bu saydıqlarımız olan halda bir topluma millət deyə bilərik. Bu millət ifadəsini işlədə bilərik. Bizdə də millət ifadəsi 19-cu əsrin ikinci yarısında başlamışdı işlədilməyə. İlk dəfə Axundovun əsərlərində Azərbaycan ifadəsinə yavaş-yavaş rast gəlmir. Baxaq milli hərəkatın mərhələlərinə ümumiyyətlə Azərbaycan tarixində. 1875-dən 1904-cü ilə qədər birinci mərhələdir, 1904-17 ikinci, 17-18 isə üçüncü mərhələdir. Birinci mərhələ başlayır, yəqin ki bilirsiniz, 1875 ikinci qəzeti idi. Həsən bəy Zərdabinin nəşr etdirdiyi ikinci qəzeti Azərbaycanda milli mətbuatın əsasının qoyulması tarixidir. Azərbaycan milləti ifadəsi isə ilk dəfə işlədilmişdi Kəşkül qəzetində. Baxın, Azərbaycan milləti ifadəsi 1891-ci ildə Kəşkül qəzetində işlədilmişdi. Kəşkül qəzetinin özünün nəşrini biz gələn dərs keçəcəyik ki, 1883-cü ildir. Amma bu qəzetlər məhz Azərbaycan milləti ifadəsi 91-də işlədilmişdi. Milli hərəkatın birinci mərhələsi Axundov, Həsən bəy Zərdabi kimi ziyalıların formalaşdığı bir dövrdür. Onlar Azərbaycanlıları biraz şuurunu inkişaf etdirməyə, Azərbaycanlıların təhsil almasına çalışırdılar. İkinci mərhələ 1904-1917-ci illərdir. Bu mərhələ Əli bəy Hüseynzadənin türkləşmək, müasirləşmək, deməli, İslamlaşmaq kimi ifadələrinin olduğu dövrdür və milli şuurun daha da inkişaf etdiyi, Çar Rusiyasına qarşı azadlıq mübarizəsinin, hərəkatın daha da çoxaldığı, yüksəldiyi bir dövrdür. Biz burada keçəcəyik 4-17-ci illərdə milli partiyalarımız yaranmışdı, yeni milli ziyalılar formalaşmışdı və s. 17-18 isə artıq azadlıq hərəkatının son mərhələsi, daha güclü mərhələsi və nəhayət Xalq Cumhuriyyətinin yarandığı bir dövr idi. Bu aralıqda, məsələn, Hacı Zeynalabdin Tağıyev müstəmləkə rejiminə ilk zərbə vuran milli kapitalizm nümayəndəsi idi, milli burjuaziyamızda ilk nümayəndəsi idi. Onun toxuculuq fabriki, qızlar üçün məktəb açması, Bakıya su kəməri çəkdirməsi və digər
ilk teatr binası inşa etdirilməsi və digər gördüyü tədbirlər Azərbaycan xalqının şüurunun açılmasında, inkişafında böyük rol oynamışdır. Millətin təşəkkülü bu qədər. İndi xalq hərəkatına baxsaq, 1863-cü ildə Zaqatalada üsyan baş vermişdi. Zaqataladakı üsyanın səbəbi nə idi? Ümumiyyətlə, Zaqatala bir dairə kimi 1860-cı ildə yaradılmışdı və burada xəbər çıxır ki, o zaman Gürcüstanda Çar Rusiyası islahatı keçirilirdi. Eyni zamanda xəbər yayılır ki, 61-ci ildən etibarən Zaqatalada da Çar Rusiyası islahatı keçirildi. İki dənə təbəqə var idi burada. İngiloy, Muğal və Keşkəl sahibləri adlanan bir ifadələr var idi. İngiloylar və Muğallar kimlərdir? Onlar orada yaşayan, Zaqatalada müxtəlif xalqlar yaşayır. Məsələn, İngiloylar hesab olunur qədim Almanların nəsilləri və yaxud da Muğallar orada yaşayan bir toplum idi. Keşkəl sahibləri kimdir? Keşkəl sahibləri isə torpaq sahibləridir. Belə bir xəbər çıxır ki, Çar Rusiyası həmin bu torpaq sahiblərinə, yəni Keşkəl sahiblərinə 10 qatı həcmində bir dəfəlik pul verməklə İngiloylar və Muğalları asıllıqdan azad etmək istəyir. Başa düşdünüz? İngiloylar və Muğallar Keşkəl sahiblərinin asıllığında, yəni torpaq sahiblərinin asıllığında. Çar Rusiyası orada islahat keçirərək 10 qat həcmində bir dəfəlik pul verməklə Keşkəl sahiblərinə, o İngiloylar, Muğalları azad etmək istəyir sahibkar asıllığından. Və bu xəbər yayılır. Bundan başqa Zaqatalada kilsə tikilməsi xəbəri yayılır. Aleksandr tərəfindən orada kilsə tikilməsi xəbəri və ya Zaqatala dairəsinin xristianlaşdırma xəbəri, digər bu kimi xəbərlər Zaqatalada üsyanının baş verməsinə gətirib çıxarır. Hacı Murtuz rəhbərliyi edirdi Zaqatala üsyanına, 63-cü ildə başlayır üsyan. Lakin Rusların əlavə qüvvələr gətirməsi hesabından Zaqatala üsyanı yatırılır. Üsyan yatırılır, Hacı Murtuz və tərəfdarları Sibirə və digər ərazilərə sürgün edilir, ancaq bilir ki, üsyan nəticəsiz qalmır. Çar Rusiyası burada islahatı ta bir də 1912-ci, 13-cü illərdə keçirilmişdir. 12-13-ə qədər saxlayır keçirəcək islahatların hamısını. Və bu dövrünün digər məşhur bir hadisəsi isə Qaçaq hərəkatıdır. Qaçaq hərəkatı, Qaçaq nəbini bilirsiniz məsələn. Qaçaq nəbi deyək ki, Zəngəzur qəzasında, Qaçaq, o dövrdə Kərəm var idi ki, Qazax qəzasında, Dəli Alı var idi, Yelizavetpol ərazilərində qaçaqlıq edirdilər. Qaçaqları nə adlandırırlar uşaqlar? Xalq intiqamçıları. Qaçaqların əsas məqsədi bəy-bağların zülmündən təngiyə gəlmiş əhalini azad eləmək, bəy-bağlara qarşı mübarizə aparmaq, ümumiyyətlə Çar Rusiyasına qarşı bir mübarizə aparmaq və əhalini qorumaq. O ifadə var, varlıqdan alıb kasıbı vermək. Yəni, elə bir şey idi də qaçaqların istəyi. Onlar təbii ki, müxtəlif dövrlərdə artıq hər biri Qaçaq Nəbi filminə baxmışsınız bəlkə, Qanlı Zərbi filminə. Yəni, müxtəlif ərazilərdə öldürülürlər nəticə olaraq. Bundan başqa, 19-cu əsrin sonu Azərbaycanda artıq, Şimali Azərbaycanda artıq fəhlə təbəqəsi meydana gəlmişdir. Baxın, insanlar kəndlərdən axışırdı, gəlirdi şəhərə, Bakıya və yaxud da Cənubi Azərbaycandan gəlirdilər, Volqa-boy ərazilərindən gəlirdilər. Çünki Bakı varlı şəhər idi, beynəlmiləl şəhər idi, iş çox idi Bakıda və fəhlə təbəqəsi formalaşmışdı. Ancaq bu fəhlələrin yaşayışı o qədər çətin idi ki, gündəlik 14-16 saat işləyirdilər, istirahətsiz işləyirdilər, çox aşağı məvacib alırdılar. Zaman-zaman fəhlələrin müəyyən kiçik-kiçik etirazları olurdu. Amma testlərə düşür. 1895-ci ildə Bakıda tütün fabrikinin fəhlələri ilk mütəşəkkil tətil keçirdilər. İlk mütəşəkkil. Biz bunun davamını deyəcəyik növbəti dərslərimizdə. 1902-ci il ilk açıq siyasi nümayiş, 1903-cü ildə ilk böyük ümumi tətil, nə bilim sonra Mazit konstitusiyası və s. onları deyəcəyik və testə düşür. Amma 1895 Bakıda ilk mütəşəkkil tətil, tütün fabrikinin fəhlələri keçirmişdilər. Onlar iş saatının azaldılmasını və digər səbəbləri gətirirdilər. Sonra Bakıda bu etirazlar, tətillər yatırılır, hamısı yatırılır bu etirazlar. Belə, bu hissə Millətin Təşəkkülü Xalq Hərəkatı bu qədərdir. Hərəkatın mərhələlərini bilməliyik. İlk dəfə Azərbaycan milləti ifadəsinin işlənməsini və digər yazdıqlarımızı yaxşı bilmək lazımdır. Digər bir mövzumuz Cənubi Azərbaycan 19-cu
əsrdə. Nə demişdik? Ağaməmməd Şah Qacarın, bu 94 deyil, Ağaməmməd Şah Qacarın ölümündən sonra, 1797-də ölmüş Şah Qacar. Ölümündən sonra hakimiyyətə Fətəli Şah gəlir. Ağaməmmədin özünün uşağı, evladı yox idi. Ona görə qardaşı, bu qardaşı oğlu idi, yoxsa qardaşı oğlu idi, gəlir hakimiyyətə. Ümumiyyətlə, İranın Qacarlar dövlətinin bu dövrdəki vəziyyətinə baxsaq, Cənubi Azərbaycanın bütün hissəsini tutmuşdur. Makku və Urmiya xanlığını isə xanlıq kimi qəbul etməmişdir. Baxın, digər bütün xanlıqları, orada Cənubi Azərbaycanda nə qədər xanlıq keçmişikdə, Ərdəbili, Maraqası, Qaradağı və s. Sərabı və s. Onların hamısını vilayətə çəkmişdir. Amma bir dənə Makkunun Urmiyanı bir xanlıq kimi saxlamışdılar hələ ki. Elə, saxlamışdılar, yəni onları qəbul etməmişlər. Bu dövrdə Təbriz İranın ən vacib ikinci şəhəri idi, paytaxtdan sonra paytaxt Tehran idi. Və Təbrizdə otururdu, məsələn, vəliəhd, yəni şahın oğlu və ya şahın qardaşı otururdu, Təbrizi vali idarə edirdi. Bu dövrdə həm Cənubi Azərbaycan əraziləri, həm də İranın digər ərazilərində, baxın, İngiltərə və Rusiya müstəmləkə rejimi sanki qurmuşdular. İngilis və Rus tacirlərinə böyük güzəştlər verilmişdi. Onlar İrandakı xalqları, yəni Azərbaycanlıları, farsları, Qacarlar dövlətini belə istədikləri formada idarə edirlər, hətta deyək ki, xüsusən ingilislər. Yəni, çox böyük təsir gücünə malik idilər İranda, ingilislər. Bütün sahələr, İrandakı bütün sahələr, Qacarlar dövlətindəki bütün sahələr məhz İngiltərə və Rus tacirlərin əlində idi. O sahibkarların əlində idi bütün sahələr. Və əgər bir dövlətin ərazisində başqa dövlətin iqtisadi varlığı varsa, həmin ərazidə o dövlət söz sahibinə çevrilir. Söz sahibinə çevrilirdi. Bu dövrün torpaq mülkiyyət formaları uşaqlar, xalisə torpaqları. Xalisə hökmdar, birincisi hökmdar sülaləsinə məxsus torpaqlar idi. Ancaq, sonra hökmdar görür ki, şah görür ki, o dövrdəki şah. Bu torpaqlar mənasızdır, istifadə olunmur, ya çox pul gəlmir də xəzinəyə. Axırda 1886-cı ildə xalisə torpaqlarının satılması haqqında fərman verir və həmin torpaqlar satılır. Kim alırsa da sahibkarlara, kəndlərə və digərlərinə. Tigil torpaqları bilirsiniz, mülk bilirsiniz. Xırdamalik nədir? Xırdamalik kiçik torpaq sahələridir ki, müxtəlif kiçik feodalların və ya kiçik kəndlilərin torpaqları idi. Çox kiçik torpaqlar idi, xırdamalik adlanan torpaqlar. İlati torpaqların köçəri maldarlara məxsus torpaqlar idi. Dövrün vergiləri torpaq puludur, əsas vergi bu idi, torpaq pulu. Torpağa görə alınır da, yəni məhsula və s. görə. Qapı puludur, baş puludur. Baş pulu mal-qaranın sayına görə alınırdı, qapı pulu da otlaqlardan istifadəyə görə alınan vergilər idi. 1848-52-ci illər İranda Babilər hərəkatı baş verir. Babilər hərəkatının rəhbəri Seyyid Əli Məhəmməd olmuşdur. Bab ümumiyyətlə nə deməkdir? Dərbəndin digər adı nə idi? Bab-ül-Əvvab. Bab bilirsin nə deməkdir? Qapı deməkdir. Bab-ül-Əvvab, qapılar qapısı, Dərbəndə deyirdik. Seyyid Əli Məhəmməd də özünü bab adlandırmışdır və o yeni bir təlim yaratmışdı və onun adı ilə belə desək Babilər hərəkatı idi. Bu hərəkat biraz daha geniş idi. Həm hərəkatda iştirak edirdi qadınlar, həm kəndlilər, həm şəhərlilər, bütün təbəqələr iştirak edirdi. Əsas məqsədləri sosial bərabərlik gətirmək idi, əhali arasında, insanlar arasında sosial bərabərlik. Babilər hərəkatının ən qızğın dövrü Zəncan üsyanı 1850-ci ildə ki, ona da qadın rəhbərlik edirdi. Tahirə və yaxud da Zərrin Tac deyirdilər ona, rəhbərlik edirdi. Zəncan üsyanı 50-ci ildə yatırılır, ümumilikdə Babilər isə 1852-ci ildə yatırılmışdır. Sonra, mən sizə bu dərsə başlayanda dedim ki, İngilis tacirləri İranda söz sahibi idilər. İngilis hökumətini, şah rejimini, o dövrdə Nəsrəddin şah idi. İstədikləri formada yönləndirə bilirdilər. İngilis 1891-92-ci illərdə İranda Tənbəki üsyanı baş verir. Tənbəki üsyanı nədir? Nəsrəddin şah İngilis Talbot adlı tacirə, sahibkara tütün insayını verir. Tütün sahələrini
Tütün ümumiyyətlə İranda becərilməsi, istehsalı hamısını verir o Talbot adlı bir İngilis taciri sahibkara və əhali də buna etiraz edir. Bu da tarixə düşüb tənbəki üsyanı. 91-92-ci ildə əhali üsyana qalxır. Nəsrəddin Şah da nə edir? Məcbur olaraq tənbəki üsyanını deməli qarşısını almaq üçün Talbota verdiyi bütün səlahiyyətləri geri alır. Və beləliklə üsyan artıq səngiyir. Yəni ki, xalqın üsyanı nə edir? Nəticə verir. Xalqın üsyanı nəticəsiz qalmır. Nəsrəddin Şah bütün fərmanlarını, Talbotla bağlı verdiyi fərmanlarını ləğv edir. Son olaraq, İranda 1898-ci ildə Qacarlar dövlətində Zeynəb Paşanın, qadın Zeynəb Paşanın rəhbərliyi ilə taxıl möhtəkirliyinə qarşı üsyan başlayır. Taxıl möhtəkirliyi nə deməkdir? Taxıl insanına qarşıda, yəni ki, quraqlıq dövründə, aclıq dövründə taxılın baha qiymətə satılmasına qarşı üsyan baş vermişdir. Eynisi 1916-cı ildə Bakıda baş vermişdir, qadınların üsyanı, 1916. Baxın, testlərdə bunu eyniləşdirmə soruşurlar. Taxıl insanına qarşı, mütəkilliyinə qarşı üsyan baş vermişdir. Biz o dövrün mədəniyyətinə aid Qacarlar, Cənubi Azərbaycan üçün bir neçə şey deyə bilərik. Mirzə Həsən Rüşdiyə tərəfindən üsul icazə məktəbi açılmışdır. O dövrdə Cənubi Azərbaycanda təhsil o qədər də yüksək deyildi, mədrəsələrdə filan verilirdi. Ancaq Şimali Azərbaycanın təhsil sahəsində Cənubi Azərbaycanın təsiri çox böyük olmuşdur. Belə, bu qədər uşaqlar.